Bəs bilirsən SSR-nin ən çox yanacaq içən top 3 yük maşını hansılar idi? Bu 3 yük maşının benzini su kimi içirdi. Qardaşım, bir dövr var idi. SSR-də yanacaq o qədər ucuz idi ki, sürücülər benzin sərfiyyatı barədə heç vaxt düşünmürdülər. Mühəndislər də day oturub fikirləşmirdi ki, bu maşın nə qədər benzin içəcək. Mühəndislərin düşündüyü əsas məsələ o idi ki, bataqlığın maşını yara-yara getsin, qarı dağıtsın, lazım olsa tankı dartıb ilişdiyi yerdən çıxartsın. Amma bəzi yük maşınları var idi ki, vallahi yanacaq doldurma məntəqəsini görəndə çox sevinirdilər. Üçüncü yerdə çoxumuzun sevimlisi Zil 131 yerləşir. Bu bədheybətə mülki Zil 130 modelinin 6 litrlik V8 mühərrikini qoymuşdular. Amma gəl ki, maşın ağırdır, tam ötürücülüdür, üstəlik hərbi texnikadır. Nəticədə elə içirir ki, benzini, sürücü benzin iyindən sərxoş olurdu. Adi asfalt yolda 45 litr normal sayılır təsəvvürlə. Yolsuzluqda isə 60 litrə qədər içirdi. İkinci yerdə isə vahiməli görünüş olan Kraz 255B dayanır. Bu maşının yanında dayananda adam özünü balaca uşaq kimi hiss edirdi. Dükanı çevirmək üçün az qala güləkçi olmaq lazım idi. Altında isə özü boyda nəhəng 15 litrlik dizel mühərrik yatırdı. İlk vuranda sərfiyyat lap ağlayırdı. 50-60 litr dizel göz qırpımında durdu. Amma palçığa girəndə də deyirdi ki, çəkilin qırağı, bataqlığının qoçusu gəlib. Və gəlirik SSR-nin yanacağı uf demədən içən canavarına. Ural 375. Bu maşın yolsuzluqda elə gedirdi ki, elə bir tank gedir. Bu maşının yolsuzluğun ən güclü yük maşınlarından biri hesab olunurdu. 7 litrlik V8 mühərriki qarışıq rejimdə 55 litr yeyirdi. Bataqlıqda, qarlı yollarda isə vəziyyət laf faciəvi olurdu. 100 kilometrə düz 100 litr benzin. Səhv eşitmədin. Bu maşın 1 kilometrə az qala 1 litr benzin içirdi. Səncə bunlardan hansını sürmək daha qorxulu olardı sənin üçün? Və sonda sabahki videonu qaçırmamaq üçün o əsrarəngiz barmaqlarınla videonu bəyənib kanalıma abunə olmağı unutma. Sabaha qədər.